Həndəsənin əsas anlayışlarından olan sahə anlayışına baxaq. Deməli, tərəfləri A və B olan düzbucaqlının sahəsi onun eni və uzunluğunun hasilinə bərabərdir. Yəni, buradan göründüyü kimi S bərabərdir A vurulsun B yazmışıq və bu bir aksiyoma kimi istifadə edə bilərik. Yəni, istənilən düzbucaqlının enini və uzunluğunu bir-birinə vursaq, sahəni alırıq. Onda biz bilirik ki, düzbucaqlının tərəfləri bir-birinə perpendikulyardır. Onda biz bu B tərəfini H ilə də ifadə eləsək, yenə də sahə S bərabərdir A vurulsun H kimi yaza bilərik. Bir neçə fiqur bir yerdə yazılarsa, məsələn, tutaq ki, bu sahədə A vurulsun B, bu düzbucaqlının sahəsi, B kvadratı, bu kvadratın sahəsi, çünki eni və uzunu B-dir, bunların hasili B kvadrat eləyir. A və A-nın hasili A kvadrat eləyir. Yenə də S bərabərdir A vurulsun B olduğu üçün bu düzbucaqlının da sahəsi AB eləyir və bu fiqurun ümumi sahəsi bütün sahələrin toplamını da yaza bilərik. Paralleqramın sahəsinə gələndə biz bilirik ki, paralleqramın sahəsinin düsturu S bərabərdir A vurulsun HA və yaxud da S bərabərdir B vurulsun HB şəklində yazırıq. Niyə? Çünki həmin tərəf və ona endirilmiş hündürlük həmin fiqurun sahəsini verir. Bunu necə alırıq? Buradan göründüyü kimi, məsələn, bizə verilmiş bir paralleqramdır. Bu hissənin sahəsini kəsib, digər hissə ilə birləşdirsək, yenə də nə alırıq? Düzbucaqlı alırıq. Və bu düzbucaqlının da sahəsi S bərabərdir H vurulsun A olduğu üçün, deməli, həmin tərəf və ona endirilmiş hündürlüyün hasili həmin paralleqramın sahəsini vermiş olur. Bunu əyan şəkildə digər nümunədə də baxa bilərik. Deməli, məsələn, burada biz BYA üçbucağının sahəsinin CFD üçbucağının sahəsindən bərabər olduğunu görürük. Və bu fiqurları birləşdirsək, buradan nə alırıq? Sahə bərabərdir AE vurulsun AD şəklində yaza bilərik. Yəni, tərəf və ona endirilmiş hündürlüyün hasili. Nümunə misala baxaq, burada paralleqramın sahəsini necə tapa bilərik? S bərabərdir AB tərəfinə endirilmiş hündürlük nəyə bərabərdir? 9-a. 16 vurulsun 9 bərabərdir 144-ə. Və yaxud da digər tərəfdən AD tərəfi 12-dir uzunluğu, ona endirilmiş hündürlüyün uzunluğu isə o da 12-yə bərabərdir. 12 ilə 12-nin hasili 144-ə. Göründüyü kimi, hər iki tərəfdən baxsaq, eyni qayda ilə hesablayanda sahələr dəyişmir.